Salam hörmətli izləyicilər, zəhmət olmasa bu videonu bəyənin. Hüquqi yardıma ehtiyacı olanlar və obyekt sahibləri bu məlumatdan xəbər olsunlar. İki məlumat deyəcəm, hörmətli izləyicilər. Biri obyekt sahibləri üçün, biri hüquqi yardıma ehtiyacı olan vətəndaşlar üçün. Zəhmət olmasa dediyim kimi bəyənin. Və yəni keçən mövzuya. Mən hüquqşünas Zaur Seyidzadə artıq noyabrın əvvəlinə az təminatlı ailələr üçün hüquqi yardım göstərməyə yer açıram. Eyni zamanda həmin yerdə əyri dostlarımın əl işi satılacaq. Mən özüm əyri şəxsi olduğuma görə, əyri arabasında olduğuma görə əyri dostlarım üçün də belə bir şey edirəm. Dəstək olmaq istəyirəm. Siz də dəstəyinizi edə bilərsiniz ki, videonu bəyənin və YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun. Hörmətli izləyicilər. Və keçdim digər mövzuya. Obyekt sahiblərinə bağlı. Ötən il cənab prezident sərəncam vermişdi ki, yəni səhərsiz tikilmiş qeyri-yaşayış sahələri, yəni obyektlər rəsmiləşdirə bilər. Bunun üçün də Fövqəladə Hallar Nazirliyinə və digər idarəyə müraciət etməlidir. Hörmətli izləyicilər. Artıq onun müddəti yanvar ayının 1-dən bitir. 26-cı ildən. Bu yəni kimlərə aiddir və necə olacaq? İndi mən video qoyacağım. Bu zona verişini səsləndirib bir yerdə qulaq asaq, hörmətli izləyicilər. Bir dəqiqə mən qoyuram. Dinləyə bilgidir. Təyinatlı bəzi tikinti obyektləri. Ötən ilin sonunda dövlət başçısı qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda dəyişiklik etmişdi. Bu obyektlərin sənədləşdirilməsi ilə bağlı müddət də uzadılmışdır. Artıq verilən vaxt bu ilin sonunda başa çatır. Sənədsiz qeyri-yaşayış obyektlərinin sahibləri bu fürsətdən yararlanmaq üçün tələsməlidirlər. Bəs söhbət hansı tikililərdən gedir? Onların istismarına icazə almaq üçün şərtlər nədir? Diqqətlə baxın, indi qeyd edəcəklər. Hörmətli izləyicilər. Diqqətlə baxın. Əmlak məsələləri Dövlət Xidməti suallarımıza aydınlıq gətirib. Ötən ilin sonunda qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin sənədləşdirilməsi ilə bağlı sahibkarlara güzəşt edilərək müddət uzadılmışdı. Verilən vaxt isə bu ilin sonu başa çatır. Bəs hansı tikililərdən söhbət gedir? Şərtlər nələrdir? Şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmamaqla inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektləri əhatə edir. Hazırda bu cür obyektlər üzrə sənədlərin qəbulu prosesi müvafiq icra hakimiyyəti orqanları tərəfindən davam etdirilir, lakin